Dostlar, demiştim bu günləri, gün ərzində sizə bir texnika paylaşacağım. Bu texnika bizdə olan hər hansı bir narahatlıqlar ola bilər, sıxıntı içərisində ola bilərik, qarışıq duyğular içərisində ola bilərik ki, çox effektlidir, həm sürətlidir, həm də asandır işlətməsi, yəni istifadəsi də asandır. Hər kəs eləyə bilər, istənilən bir yerdə eləyə bilərik. Hər hansı bir hadisələr olsun, insanlar olsun, biz onlarla bağlı müəyyən bir hadisələr yaşayırıq. Narahat olmayan, xoş olmayan hadisələr yaşaya bilərik və yaxud xoş olan hadisələr yaşaya bilərik. Onların hər birini bədənimizin hər hansı yerində kodlayırıq. Bəzən xoşlamadığım bir insanı görəndə və yaxud hər hansı bir hadisə yada düşəndə bir görürsən ki, onun duyğusu gəlir. Bəzən o duyğu kürəkdə gələ bilər, boğazda gələ bilər, sinədə gələ bilər. Məsələn, mən indi çox istəmirəm detallı danışam. İnşallah seminarlarımız, workshop olanda orada daha detallı vaxtımız olacaq danışacağım. Burada istəyirəm son dərəcə qısa deyim. Adam var deyir ki, səhər-səhər sıxıntı gəlir, özümdə bilmirəm, günortayacan davam edir, günortadan sonra keçir. Yəni bunlar hamısı keçmişdə onunla bağlı hadisələr yaşayırsan, onlar gəlir, kodlayırsan özündə və özün də bilmirsən nədir. Ancaq bu səni təqib edir elə. Və səhər-səhər elə durursan, bu bir çox şey ola bilər, işin narahatlığıdır, səhər-səhər durmuşsan, işlə bağlı düşüncələr fırlanır, beynində özün də fərqində olmuşsan, amma ürəyin sıxılır. İşdə ola bilər, rəhbərlə və yaxud işçilərlə münasibətdə, ailədə olan münasibətlərdə bu özünü göstərə bilər. Yəni sıxıntılar içərisindəsən, səni təqib edir, ancaq özün də bilmirsən ki, bu nəydən qaynaqlanır. Bədən bilir, sən bilməyə bilərsən, ancaq bədən bilir. Bədən harda, necə davrandığı bilir. Və bu da hardan qaynaqlanır? Öyrənmisən, öyrədiblər sənə. Etdiyimiz hərəkətlərin çox hissəsi, böyük bir hissəsi, 90%, bəlkə də daha çoxu öyrəndiklərimizdir. Onlar bizə məxsus deyil ki, onlar hamısı öyrəndiklərimizi. Öyrənmişik ki, belə olanda belə etmək lazımdır. Bu yerdə belə etmək lazımdır, öyrənmişik. Amma onların hansı doğrudur? Bəzən sənin doğruların başqasının doğrularının üstə düşməyə bilər. Xülasə, deməli, nə cür bir texnikadır bu? Rahat bir yerdə oturursan, bir dərin bir rahat nəfəs alırsan. Nəfəs alma istədiyiniz kimi də ala bilərsiniz. Ancaq eyni zamanda bir nəfəs alma texnikası var. O cür eləsə daha da yaxşı ola bilər. Bir dərin nəfəs alırsan, sinə qalxır, sonra gözü yumursan 4 saniyə, sonra yavaş-yavaş nəfəsi verirsən. Bunu 3-4 dəfə edirsən. Hər dəfə nəfəsi verdikcə bütün vücudun boyu, gözü yumulu olaraq vücudun boyu rahatlamanın bütün bədənində axdığını, yayıldığını hiss edirsən. Qollar var, çin və, üz və, ayaqlar var, dizlər və rahatlandığını hiss edirsən. Yayırsan bütün rahatlamanı. Elə gözü yumulu şəkildə də həmin hadisəni beyni özü müşahidə edirsən, daha doğrusu özü müşahidə edirsən. Əgər sıxıntı içindəsən, təbii ki, bir özü müşahidə elə. Bir bax gör o sıxıntı sənə necə gəlir. Sıxıntının kodu necədir? Hara yayımsan onu? Boğazdadırmı, sinədədirmi, mədədədirmi? Bununla bağlı hər hansı bir qaranlı məqamlar olarsa, şəxsi və yaxud qrupa da yaza bilərsiniz. Bir onu yoxla, gör hardadır o? Daş kimidir, yumuşaqdır, mayedir, tikanlıdır. Haracandır sərhədi. Bir ölçüsünə bax, 0-dan 10-can ölçüsən nə formada olar? 9-dur, 10 dərəcəsindədir, yoxsa necə yumuşaqdır, yoxsa? Elə ki onu sərhədini bildin, bir ona sual ver. Gözü yumulu şəkildə ona sual ver. Bunun mənası nədir? Bədən bilir və ona sual versin. Bunun mənası nədir? Bu mənə nəyə xatırladır? Hətta ona deyə bilərsin ki, mən səni sevirəm. Bunun mənası nədir? Və özün görürsən ki, orada cavaba bir-bir gələcəkdir. Qələm kağız olarsa effektli ola bilər, yazırsan orada detallı, filan vaxtda filan hadisə oldu, ona görə o oldu. Detallı, ümumi yazmaq yəni effektli olmaya bilər və yaxud tutaq ki, orada hər hansı bir hadisədir, dəyərsizlikdir, yazırsan dəyərsizlik, yox, elə yox. Okey, dəyərsizlik yaz, eyni zamanda dəyərsizlik nədir? Bu dəyərsizliyi harda bildin? Nəyə görə deyirsən dəyərsizlikdir, o cümlə kimi yazsan. Bütün bu duyğuya baxırsan, ona sual verirsən, bu mənası nədir? Gözü yumulu ona bax, bu mənası nədir? Sonra onu götürüb kağıza yaz. Təzədən yenə də ona bax, duyğuya bax. Duyğun içində nə varsa, onun hamısını kağıza tökürsən. Əgər ruska kağız yoxdursa, bir düşüncəndə gözü yumulu şəkildə gözün qabağına gətirirsən onların hamısını bircə. Çünki keçmişdə bəzən olacaq ki, səni götürəcək 2, 3, 5, 10 yaşına aparacaq. O vaxtı ona hər hansı bir hadisə ilə bağlı yaratdığın narahatlıq duyğusu bir proqram yaratmısan orada.
O fərqində olmamısan, indi də mənasını bilmirsən, üçün özü sorğulamırsan. Amma indi isə ona baxanda artıq yetkin yaşdasan, böyümüsən, təcrübən var. İndiki vəziyyətinə baxanda mənanı orada dəyişə bilərsən. Dəyişdikcə artıq sistem orada dəyişilir, proqram dəyişilir orada. Bir özü bax, içə gir, müşahidə elə özü, sanki özü bir kəşf edirmiş kimi, sanki bir maraqlı bir şey kəşf edirsən, özü kəşf edirsən, öz içə gir. Orada bir cavablar gələcək. Götürsən, bir kağıza bir yazsan. Bu hardasa 5-10 dəqiqə apara bilər. Ola bilər ki, çox olsun, yəni biraz çox da ola bilər, 20 dəqiqə də ola bilər. Elə ki, olan hamısını yazdın, görürsən ki, burada bir duyğular hamısı getdi, ora çıxdı. Və bunun fərqində olmaq lazım. Bütün duyğular hamısı kağıza yazılır. Və baxırsan, görürsən ki, artıq orada heç nə yoxdur. O duyğunun içində nəsə var, baxırsan ki, hər şey artıq yazılmış ora, başqa bir şey yoxdur. Sonra həmin o hissəyə boşaldı ora. Boşaldılan yerə bir sevgi ilə ora doldurursan. Çünki boşluq olmalı deyil. Duyğu boşalanda yerinə nəyinəsə ən gözəl bir şey, sevgi olaraq geri ötürməlisən. Bir 10 dəfə deyə bilərsən, mən səni sevirəm, mən səni sevirəm. Çünki sənin bədənin o hissəsi sevgidən sevgisizlik olan hissəsidir. O sənin bir parçandır. Ona görə sevgi ora ötürmək çox önəmlidir. Sonradan həmin hadisəni, həmən o sıxıntıya bir bax təzədən. Gör sıxıntı nə formada gəlir. Yenə də o cür gəlir, yoxsa fərqli formada gəlir. O ola bilsin ki, tam şəkildə yazmısanızsa sıxıntı ya cüzi, zəif gələ bilər və yaxud ümumiyyətlə gəlməyə bilər. Burada nə baş verir? Ona fərqində olub, ona baxanda, onu müşahidə edəndə orada artıq yaratdığın bir proqramın mənasını dəyişmiş olsa, məna dəyişiləndə artıq enerji dəyişilir. Artıq əvvəl kimi həmin hadisəyə və yaxud da həmin insana və yaxud o sıxıntı artıq gəlməyə də bilər. Dostlar, bu qədər. Uğurlar olsun hər birinizə. 7 dəqiqə yaxın bir şey danışdım. Nəsə çətinlik olarsa fikrinizi bildirə bilərsiniz. Sağ olun, salamat qalın.